Güclü yağışların səbəb olduğu böyük sellər axır zaman əlamətlərindəndir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 1400 il əvvəl yaşadığımız axır zamanda yağışların artmasının böyük fəlakətlərə səbəb olacağını hədislərdə bildirmişdir. Ev və daxma qoymayan şiddətli yağış yağana qədər qiyamət qopmaz. Şiddətli yağış yağıb daş binalar istisna olmaqla bütün kərpic evləri dağıtmadıqca qiyamət qopmaz. Yağışların çoxalması, otların azalması, qiyamətin yaxınlaşmasının əlamətidir. Tarixin heç bir dövründə bu qədər çox təbii fəlakət xəbərlərini hər gün televiziya ekranlarında görməmişik, qəzetlərdə oxumamışıq. Statistik məlumatlara görə son illərdə təbii fəlakətlərin həm sayı, həm də meydana gətirdiyi zərərlər artmışdır. Bu dövrdə baş verən təbii fəlakətlər dünyanın bir çox ölkələrinə ciddi maddi ziyan vurmuş və milyonlarla insan zərər çəkmişdir. Qıtlıq və fitnə ilə yağışın yağmaması deyil, o qədər güclü yağmasıdır ki, bitki deyə bir şeyin bitməməsidir. Yağışın bol, lakin məhsulun az olacağı aldadıcı illər gələcəkdir. Bəli, ey Salman, quyruqlu ulduz çıxacağı, sellər artacağı zaman. 1950-2000-ci illərdə dünyada baş vermiş sel fəlakətlərini araşdırdıqda son 30 il ərzində xeyli artım müşahidə olunmuşdur. 1991-ci il Bangladeş. Sel fəlakətində 120 mindən çox insan həyatını itirdi, milyonlarla insan evsiz qaldı. 2000-ci il Mozambik. 1 milyon insan sel fəlakətində evsiz qaldı. 2002-ci il Hindistan, Nepal, Bangladeş. Muson yağışlarının səbəb olduğu fəlakətlərdə təxminən 1000 insan öldü. 2003-cü il Çin. Güclü yaz yağışlarında 2000 insan öldü, 300 min evsiz qaldı. 2004-cü il İndoneziya. Tsunaminin səbəb olduğu sel fəlakətində 230 min insan həyatını itirdi. 2007-ci il Asiya. 20 milyon insan evsiz qaldı. 2008-ci il Hindistan. 3 ay davam edən güclü yağışlarda 2400 insan həyatını itirdi. (2010-cu il Pakistan. Pakistanın 70% su altında qaldı, 4 milyon insan evsiz qaldı, mindən çox insan həyatını itirdi, minlərlə insan itkin düşdü. (2010-cu il Kolumbiya. 1 milyon 300 min insan evsiz qaldı. (2011-ci il Braziliya. Ölkə tarixində baş vermiş ən böyük sel fəlakətində 700 insan həyatını itirdi, 14 min insan evsiz qaldı. Peyğəmbərimizin hədislərində bildirildiyi kimi on minlərlə insanın həlak olduğu, milyonlarla insanın evsiz qaldığı, salamat heç bir şey buraxmayan və bütün əkinləri məhv edən axır zaman selləri son 30 ildir nəzərə çarpacaq dərəcədə artmışdır.